Son dövr istifadə edərək bəyəndiyim 5 məhsulu sizlərlə bölüşürəm. İlk məhsul Faberlic brendinə aid olan çay ağacı tərkibli CC kremdir. Yağlı dəri tipi olanlar yay aylarında ağır tonal krem işlədə bilmirsə, istifadə etmək istəmirsə, bu CC kremə mütləq bir şans verməlidir. Məhsul sərfəlidir. Daha sərfəli əldə etmək üçün isə Instagram hesabıma mesaj göndərə bilərsiniz. İkinci məhsul isə Bilur Design brendinə aid olan belə bir qaş gelidir. Çox sərfəli bir qiymətə almışdım. 4 manat idi, səhv etmirəmsə. Məhsul şəffafdır və eyni zamanda qaşlarda birinmir, gün boyu sabit saxlayır. Olivia mağazasından əldə edə bilərsiniz. Üçüncü məhsul isə Golden Rose brendinə aid olan tatu effektli linerdir. Əgər zil qara, mat görünümlü və asan çəkilən liner axtarırsınızsa, mütləq buna şans verin. Bəyəndiyim digər məhsul isə Essence brendinə aid olan süni kirpik effekti verən bu turşdur. Çox gözəl şəkildə ayırır, həcm verir və eyni zamanda da uzadır. Qiymətinə görə effekti çox gözəldir. Sonuncu məhsul isə Pastel brendinə aid olan maye göz tenidir. Göz qapaqlarına çox gözəl parıltı verərək gün boyu qalır. Və sizin bu məhsullar arasından işlətdiyiniz hər hansısa bir məhsul varmı? Rəylərdə mənimlə bölüşün. Bu tip daha çox paylaşımın gəlməsi üçün kanalıma abunə olmağı, videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.